Sumqayıtda vətəndaşların şikayətlərinin operativ həlli məqsədi ilə növbəti səyyar görüş keçirildi. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fəracovun, İcra Hakimiyyətinin məsul şəxslərinin, idarə rəhbərlərinin, eləcə də şikayətçilərin iştirakı ilə keçirilən görüş zamanı sakinlərin qaldırdığı müxtəlif sosial, infrastruktur və məişət yönümlü məsələlər diqqətlə dinlənilib. Qaldırılan problemlərin bir hissəsi operativ şəkildə elə yerindəcə həll olunub. Digərləri isə araşdırılaraq aidiyyəti qurumlara yönləndirilib. Aşırı mərkəzli olmuşsun. Sakinlər bu cür açıq və birbaşa ünsiyyət imkanının yaradılmasından məmnunluq ifadə edib, şəhər rəhbərliyinin vətəndaşlara göstərdiyi diqqət və qayğını yüksək qiymətləndiriblər. Qəbulun məqsədi şəhər sakinlərinin gündəlik həyatını çətinləşdirən məsələlərin daha çevik şəkildə aradan qaldırılması və onların təkliflərinin birbaşa rəhbərliyə çatdırılması olub. Bu cür görüşlərin mütəmadi olaraq davam etdiriləcəyi qeyd edilib. Nizami Rəsulov, Fərhad Ələkbərli, xüsusi olaraq Dinas TV üçün.